Selamünaleyküm. Necəsiniz? İmtahan niye sabah? 50'ye axırda neçə ayrı gözlədiyimiz gün. Nəsə, normalda mən bundan əvvəlki videoda demişdim ki, işləməyəcəyəm saat 6-dan sonra işinə, amma bir şey fikir verdim ki, mən heç nə işləmədikcə daha da çox mandıraja düşürəm. Ana dilini bu gün hazırlıqda qəşəng təkrarlamışıq. Düzdür, hər şey yadımdan çıxıb, amma yəqin sabah yadıma düşər. İngilis dilindən də bu günləri bir dənə 100 dənə sınaq işlədik, qəşəngəm. Qrammatikam qəşəngdir. Listening, reading, writingdir. O da məndən asılı olan bir şey deyil də. Düşsə, düşməyindən asılıdır. Düzdür, yəni də writing üçün söz bazı falan olmalıdır. O da əslində məndə normaldır. Qəşəng bir şey düşsə yazaram. Ana dillə ingilis dili o cür aradan çıxır, amma bir dənə riyaziyyat qalır da. O riyaziyyat ilin əvvəlində ən çox inandığım şey, indi ən çox qorxduğum şeyə çevrilib. İlin əvvəlində deyirdim ki, riyaziyyatı yazacağım, ingilis dili ana dilini bilmirəm. Amma indi ingilis dilini ana dili üçün deyirəm, yazaram bəlkə bir cür, amma riyaziyyat çünki bir-iki dənə həndəsə məsələsi var. Beynim tormuzlanıb. O da bir ara oldu. Bir ara bir-iki dənə həndəsə məsələsi falan oldu. Beynim tormuzlandı. Heç nə yaza bilmədim o məsələləri. O vaxtdan bu yana riyaziyyatdan bir dənə qorxuram. İndi ona görə riyaziyyatdan 2 dənə sınaq işləyim. Yemək yeyib yatacağım. Всё, bu qədər. Başqa da heç nə eləməyəcəyəm. Heç video falan da bugün çəkməyəcəyəm. Bir də inşallah sabahları səhər çəkəcəyəm videonu. Sabah danışa da bilmirəm şey. Bir də inşallah sabah səhər başlayacağım da bu videonu davam elətdirməyə. İndi bir dənə maksimum 2 dənə də heç 2-yə də inanmıram çıxım. Bir dənə sınaq yazım, maksimum 2 dənə sınaq yazım. Yatıb səhər imtahana gedəcəyəm. İndi oyanmışam, məynimi dəyişdim, hazıram. Saat 8-də qalır 15 dəqiqə və 9-cu falan evdən çıxacaq. Bu dəqiqə tək problem saçım, onu düzəltməliyəm. Heyecanım yoxdur və buna görə heyecanlanıram. Qəribə bir döngüyə girmişəm. Bilməm necə çıxım. Yaxşı olardı yəqin ki. Hal-hazırda bunu da qoyuram qırağa, səhər oyanan kimi çox bir şura qəbul eləməyim. Neyse, ileride bir de yolda falan çekelim neyse. Hal-hazırda çatdığım imtahan verdiyim məktəbə bizə də heyecan yoxdur, amma o heyecanın olmamağı dəhşət çox heyecanlandırır məni. Mən normalda bu cür sakit qalmamalıyam da, bu cür sakit qala bilmərəm. Neysə. İndi daha çətin bir video çəkeyim, çünki çox basabas falan olacaq. Ona görə şey eləyərəm, ancaq imtahandan çıxandan sonra falan bir şey çəkərəm. Neysə, yenə indidən hafıza uğurlar içimdən qarışıq falan. Danışmaq yadımdan çıxıb. Kimdə bir-iki qüsur yaranır bu dəqiqə. Ona görə sağ olun, uğurlar yenə. Şimdiye gözle yaxşı qardaşlarımla da davul gəl. İndi imtahandan çıxmışam. Hələ polis evə də gəlmişəm. Daha doğrusu evə gedirəm. Daha doğrusu hazırlığa gedirəm, oradan evə gedəcəm nəsə. İndi qısa özət. Böyük ehtimalla ingilis dilindən bir dənə qapalı səhvim var. Çox belə mənasız yerdə eləmişəm o səhvi. Səhv eləməsə. SM'dən bilmirəm, böyük ehtimal bal keçməzlər. Keçsələr də az keçərlər. Ona görə ingilis dilim yəqin ki 90 üstü gələr. Amma aşağı da gələ bilər. Riyaziyyatım. Böyle qapalıları qəşəng yazdım. Ətraflı izah istəməyən qapalıları da, açıqları da qəşəng yazdım. Ətraflı izah istəyənlərdən 3-ünü qəşəng yazdım. Birini bərbad yazdım. O bərbad yazdığımın cavabını əslində bilirəm. Daha doğrusu
cavabımın düz olduğunu bilirəm, amma yolum düzdür, düz deyil bilmirəm. Cavabım düzdür, yolundan əmin deyiləm. Yəni indi riyaziyyatım da oturur. 85-in üstündə, 90-ın üstündə gələr. Qalır bir dənə ana dilim. Ana dilindən də ki, nağdı belə qrammatikadan bir dənə səhvim var. İndi gedirəm də onsuz ana dilimi yoxlatdırmağa. Yəni nağdı bir dənə səhvim var. Qaldı o birlərdə. Ana dilindən də bir 75 keçsəm, yəni oldu bəs eləyir, çox şey istəmirəm. Yəni o 75 keçim, qırmızı əks salım, çox şey istəmirəm. Yəni, ana dilindən çox da belə gözüm yuxarılarda deyil əslində. Nəsə də belə, indi gedim yoxlatdırım. Cavab çıxsın, daha doğrusu cavabı təqribi cavabı bilim deyərəm. İndi təqribi bağları belə YouTube'dan falan yoxladım. Belə eləyir, Azərbaycan dili 91, İngilis dili 94 falan, riyaziyyat da 97, yox 96.7 falan. Yəni riyaziyyatdan 1, İngilis dili 2, ana dilindən də 3 səhvim olmalıdır hələ ki. Tam bilmirəm. Tam yaxlayandan sonra necə olacaq. İndi tam belə ortalama balını hesabladım. Açıq suallarımın da ətraflı suallarımın da hamısı düz olsa əgər ki, yəni düz yazmışam. Yəni tam bal versələr əgər, yəni böyük ehtimalla ki verəcəklər. 272.6 bal eləyəcək. Ümumi istədiyim kimidir deyil. Amma yenə də əslində günah mənim günahımdır ki, ilin əvvəlindən oxumadım. İmtahana 1 həftə, 2 həftə qalmış başladım çalışmağa. O da 3 gün düz əməlli test işlədim. Qalan hamısında yenə ancaq boş bir kar fırlandım. Oxumaq adı altında oxumadım kimi bir şey. Bu il olmadı tam. Əslində yəni 270 plus yaxşıdır da. Çox da belə şey deyil. İnşallah gələn il axıyarıq da 11 yaxşı yazarıq. İndi bu videonu burada qutarım. Çünki bu gün da işini eləməyəcəm. İndi yatacağım, bir də sabah duraram. Saat 6 falandır, səhv eləmirəmsə. Sağ olun, ümidvaram sizin imtahan nəticəniz ürəyinizcə olub. Olmayıbsa da fikirləməyin. Əsas onsuz 11'dim. Çox da belə həyati bir önəmi yoxdur bunun. Sağ olun, özünüzə yaxşı baxın.